Oktyabrın 11-i səhər saatlarında metroda qəfil halı pisləşən sərnişin vəfat edib. Bakı metropolitenindən verilən məlumata görə qatarda halı pisləşən sərnişin 28 may stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib. Hərəkət edən qatarda halı pisləşmiş bir kişi sərnişin 28 may stansiyasında düşürülərək ilkin yardım göstərilib. Bakı metropoliten normativ tələblərinə uyğun olaraq sərnişin halının pisləşməsi ilə bağlı məlumat daxil olarkən dərhal təcili və təxirəsalınmaz tibbi yardım briqadası dəvət edilib. Əfsuslar olsun ki, qatardan düşürüləndən çox qısa müddət sonra sərnişin dünyasını dəyişib. Təcili tibbi yardım briqadası 70-75 yaşlar arasında kişi sərnişinin ölüm faktını təsdiq edib və bununla bağlı aidiyyatı qurumlara məlumat verilib.